Sponsorlar: Azad Həyat Reabilitasiya Mərkəzi, Azad Yaşayış Özəl Psixiatrik Tibb Mərkəzi. Deməli dostlar, bizim Rafiq qardaşımızın birinci və ikinci hissəsi olan bir videonu paylaşdım. Siğan Rafiq öz başına gələn əhvalatları, öz həyat hekayəsini bizə danışdı və rəylərdə şahid oldum ki, üçüncü hissənin də çəkilməsini istəyirlər və biz bu günlərim Rafiqi yenidən dəvət elədik. Sağ olsun, dəvətimizi qəbul elədi və üçüncü hissənin çəkilişi üçün öz həyat hekayəsini danışacaq. Rafiq, gedək, başlayaq. Ha, başlayaq. Ha? Başlayaq, buyur. Keçən dəfə bu söhbətlər elədim, belə bir çıxış elədim, söhbətlər elədim. Hamısı o cavanlar üçün, cavanlar eşitsin, baxsın, yolu azmasınlar. Həm valideyn öz uşaqlara fikir versinlər, həmişə nəzərdə saxlasınlar. Çünki biz, mənim şəxsi başıma bu gəldi. Tərbiyə, vaspitaniya, bir də mənə o həman vнимание valideyn vaxtında baxmayıb, vaxtında mənə tərbiyə verməyib, mənim həyatım belə olub. Ata Naxçıvanlıdır, Şəmkir doğma anam, ancaq o... Amma sən Rusiyada böyüdüyün Anadan olmuşam orada, böyümüşəm Rusiyada. Böyümüşəm Rusiyada. Ona görə Azərbaycan dilini bilə... Çətin danışıram, aksenti. Məsələn üçün Rusca mən təmiz danışaram. Lap Siğan da təmiz danışaram. Siğan dilində. Ha, Siğan dili bilirəm, ha, o elə bir şey, orada böyümüşəm onlarla. Mən o dili təmiz danışaram. Ancaq Azərbaycanca mən lap burada 20 il qalsa, 30 il qalsa aksentin qalar. Başa düşürsən? Ha. Yalan məcburiyyət yoxdur. Sən də videoda demisən ki, məni məcbur elədilər qumar oynamağa. Bəli. Bəli, mən demirəm, məcburiyyət var. Mən də təşkillərimdə düzdür. Heç bir normal zonda məcburiyyəti yoxdur. Ancaq sən ətrafı elə quralır ki, sən özün yalvarasan ki, canım kart oynaya, düşbümandan əli çəkin. Elə bir vəziyyətə sala bilər. Elə bir də obstanovkanı salırlar elə vəziyyətə, canlı oynayaq da məndən əli çəkin, qoy rahatlanım. Çünki bir sən o ac qutlar var, bir də onları içindəsən də, sən tək, quzu qutları içindəsən. Onlar orada zonda özünü evdə kimi hisilirlər. Sən onlar üçün, kim böyle sən dədən, anan, alver eləyəndir işte, sən də onlar üçün belə bir dənə elə bir ki, nətər deyim, o bir söz İngilində hadiyyəsən də elə bir. Onlar səndən görürlər ki, ancaq bunu elə dərəcədə eləyər ki, bizə qret eləsinlər, bizə gəlsin. Sənə gəlanı onlar alırlar, sən almırsan. Elə uşaqları görmüşəm ki, anan, dadan onlar sumkaları gətirir. O gəlir o sumkalara baxmamış, verir onlara. Qoyur onların yanına, çıxır gedir. Onlar da orada qərar verirlər, nə ona çatacaq, nə onlara çatacaq. Yazığın anası, dadası bu da əziyyət çəkəcək, ona gətirirlər. Onu ancaq belə sıxıblar, onlara da deyə bilmir ki, mənə belə sıxıblar. Həm utanır, həm qorxur, yanadır, bilmirəm. Все, давай. Bir dəqiqə. Alo. Mən səncələrəm, mən şəhərdəyəm, şəhərdəyəm. Şəhərdəyəm, səncələrəm, davay. Nail qardaş. Mən buna fəxr eləmirəm, mən belə bir düşmüşəm, mən çox peşmanam. Ancaq mən hardasa desə ki, mən türmədə yatmışam da, mən çox onu, bu sözü mən işlətmirəm. Mən utanıram bu sözdən. Utanıram bu yaşayışdan, başa düşürsən, keçmiş yaşayışdan. Bazı adamlar mən görmüşəm, mən srok yatmışam, mən belə bloknoy olmuşam, lotu olmuşam, yenyamışam. Mən utanıram bu yaşayışdan. Mən utanıram, hardasa kimsə bilsin ki, mən türmədə yatmışam. İndi mən başına yalan danışıram, indi çoxsu adam bilib də indi. Mən fəxrlə onu danışmıram. Sadəcə
istəyirəm ki, heç olmasa bu söhbət cavanlar üçün bir nəsihət olsun. Uliçada böyüdük, Şuşalarda böyüyüb, belə də движение öyrənib Şuşalarda vaspitaniya yox idi, tərbiyə yox idi. Bu adamla nə çıxar? Əlbəttə ki, bu adamdan nə vaxt valideynlər öz uşağa fikir verməsə, o onun elə bir ki, qabağı yaşayışı olmayacaq. Budur konkret. Valideynlər Mannuminayam konkret, başa düşürsən? Valideynlər uşaqlarına nəzarət eləməlidir. Əlbəttə ki, nəzarət, bir də nəzarət. Baxmalıdırlar. İndi представить elə, təsəvvür elə də mən 18 yaşında KPZ-dan mənə gətirirlər türməyə. Türmədə koridor, 4 metr ucluqda, uzunluğu axırı görsanmır. Qapılarda, o belə qalın qapılarda, sən gəlsən bu koridorda ahsız deyəndə orada eşidilir. Biz 10 nəfər, belə yaşlı adamlar da, mən birinci dəfə girdim ki, türmədir. Koridorda belə bir sən formada, maskalarda zat, bu polislər zat, bu 18 yaşında uşaq nə fikirləşər, buna hara düşmüşəm mən, niyə belə bir işə düşdüm, bax, nə olacaq indi, hara mənə atacaqlar, indi mənə KPZ-da da mənə deyidilər, indi qırmızı kamera var, elə bir ki, o pis kameralarda pres eləyən kameralar var, yaxşı kameralar var, məsəl üçün, yaxşı adamlar oturur da, pres eləmirlər da, belə də порядочный adamlar oturur da, Varasko elə bir ki, kamera. İndi sana hara atarlar, bu qırmızı kamera, pres olan kameraya düşsən, özünü lezvala, neylə, başını yara. İndi sən bu fikri nəzər alsan ki, indi mən düşəcəm belə kameraya, mən neyim, başını ora vurum, başını bura vurum. Bir nəfəri qapı açırır, bir nəfəri kameraya istəyirlər salsınlar. O deyir, yox, mən ora getmirəm, yıxıldı yerə. Mən də durub belə baxıram ona. Yıxıldı yerə, oradan çıxdı 2 nəfər. Biri ayaqdan, biri əllərdən yapışıb, aparıblar kamera içinə. Qapın polislərin vericinə deyir, bu qapını bağlayıblar, İndi mən nə fikirləşir, da. Yaxşı ki, mən düşdüm, yaxşı kameraya düşdüm, salamlaşdım, girdim, salamlaşdım. Naxadı bir dənə çay damlayıblar, sırada görünür ki, insanlıq var. İnsanlıq var. Mən sənə deyirdim, o 8 koykada biz 32 nəfər olmuşuq. Elə birinci ora düşmüşdüm. Orada elə bir ki, 3 gündən, 4 gündən sonra adam özünə gəlir. Mən gəlmişəm Qornuya. Qornuda polislər sındırırdılar, qırmızı zon istəyirlər eləsinlər. Həm də zon bölünüb 2 yerə. 2 dənə adam çıxdı, biri deyir ki, mənim dediyi olacaq, biri deyib ki, mənim dediyi olacaq. Hansı zonda? Qornuda mən yatmışdım. Adı, Qornu. Qornuya, Novosibirskdə. İndi yarı zon bu adamın yanındadır, yarı buna поддержка verirlər. İndi sən axşam yatırsan. Belə bir kazarmada bu əsərita kimi bir seksiyada deyirlər, bizdə rus dilində deyirlər seksiya, otaqda da orada bir haradasa bir 40 nəfər yatır. Sən heç fikir eləmirsən, kimsə gələcək, nəsə olacaq, sən yatırsan, yuxudasan. Riski qapı açılır, bir 20 nəfər içəri girir, başlayırlar səni döyməyə. Zəklarsa, kimi adamlar da gəlirlər, döyürlər. Siz düz eləmişsiniz, sizin yaşayış düzləri, belə. Mən də cavan, mən belə birinci dəfə görürəm. Məndə 2 dəfə belə bir hadisə sonda olur. Gecə ilə zəklar, belə də ya orada oturan adamlar giriblər otağa, başlayıblar savaşmağa. Orada bizim otaqda qaranlıqdır, gecə yatmışıq da. Kim yuxuda olub, o da durmuyor da. Polislər gəlincə qədər hamısını sındırıblar.
Kim qanı içində, kimin qolu sınıb, kimin qaburğaları sınıb, kimin başı patladıblar. Belə bir yerdir. Mən olmuşam belə bir yerdə. Ha. Belə bir yerdə kimin podдержкасы yoxdur? Zonun içində kimin podдержкасы yoxdur? Ona çox çatırdı. Volyada belə uruslar var ki, Volyada bilsən eşkindir. Zonda özünü adam kimi, evdə kimi belə eləyir də, evdə kimi yaşayır. Zonda o sayılır adam. Ancaq Volyada çıxsa o eşkindir. Bunu heç adam yerinə qoyan yoxdur, başa düşürsən. İndi onlar orada uşa baxırlar. Məsəl üçün, qara millətdir. Volyadan podдержка var, Cəlil yanına. Volyada dadası, anası alverlə məşğuldur. Bunu çalışırlar sıxmağa. Elə mənə 1000 dəfə belə sıxırdılar. Bizim bir Azərbaycanlı uşaq var idi. Narkotik üstündə çalmışdı srokuna. 8 il srok vermişdilər ona, istifat edildi. Qardaşı qəşəng alverlə məşğul idi, belə qəşəng pul qazanırdı, işliydi. Gəlirdi yana qəşəng ona sumkalar yatırırdı, qəşəng bir ayda 2 dəfə gəlirdi yana. Bunun yanına daddaşıblar bu uruslar, oynayanlar. Bu başlayıb nard oynamağa. Nə oynamağa? Nard. Nərd. Pula. Bir dəfə uduzub qardaşı gəlib verib. İkinci dəfə uduzub qardaşı gəlib deyib ki, qardaş, da uduzma. Mənim gücüm çatmayacaq, ham sənə gətirim, ham bunları yedizdirim. Eləmə də bunu, oynama, uduzma. İndi bundan da əl çəkmirlər. Bu gəlir deyir, qardaşına deyir, oynamayacağım, gəlir bundan da əl çəkmirlər. Hər tərəfdən buna tala qururlar da, belə bir... İndi məcburiyyət yoxdur, o düzdür. Ancaq belə bir obstanovka eləyirlər sənin ətrafında. Belə bir sənə məcbur eləyirlər, sən özün gəlib yağlarasan ki, acən oynayaq, uduzun da əl çəkin də məndən, başa düşürsən. İndi üçüncü dəfə uduzanda qardaşı gəlmədi. Qardaşı gəlmədi, heç o cadılmadı. Qəşəng də pulu uduzub, mən yalan demaram nə qədər. Qəşəng bir pulu uduzub. Qardaşı gəlib vermədi, vaxtı keçdi, bu adam borcu verəmədi. Qumar borcu. Da bu nart oynamağı, qumarda da vaxt keçdi, все. Qumar da vaxtında pul ödəməyən də уже fuflamyot sayılır da. O pis söhbətdir da, elə bir. Haman biz onda bir 7-8 nəfər Azərbaycanlı uşaqlar var idi. Buna da kim podдержка eləyər? Onlar özünü ancaq özünü müdafiə edə bilirdilər. Buna nə podдержка? O belə pul uduzub ki, doğma qardaşı gətirə bilmədi. Bunlar hardan gətirib firalıq? Klinikamızda müasir dərmanlardan istifadə olunur. Həmçinin psixi xəstəliklərin müalicəsinə yönəlmiş müxtəlif növ psixoterapiya da var. O cümlədən psixoaktiv maddələrin qəbul nəticəsində yaranmış psixi pozğunluqların diaqnostikası və müalicəsi göstərilir. Xəstələrimizə kömək etmək üçün psixiatriyada olan ən son yeniliklərdən istifadə edirik. Onu da qeyd edim ki, əməkdar həkim, 45 ildən çox stajı olan elmlər doktoru Ağa Həsən Rəsulov doktorun rəhbərliyi altında psixiatrik klinikada ev şəraitinə yaxın olan ən uyğun şərait yaradılmışdı. Bunu borcu başlayıblar şilməyə bilsən nəyinə. Dur bax, polislar gəlanda bizə xəbər elə. Dur bax, məsəl üçün qapıda. Polislar gəlanda, nəysə ruslar kart oynayırlar, zaten olmasa ki sigaret kimsə çəkin. Sən boşlusan, durmasaq üçün bir gün sən 1000 manat mən silirəm. Bir gün bütün gün durasan, polislara baxasan. Polis gəlanda hamıya qışqırırsan ki, polis gəlir. Yəni, o dərəcəyə çatıb ki, ala bu dasmalı yuyur. Düzdür, corab zat verməyiblər ona yumağa. Dasmalı zat yuyur. O da bastı da. Biz bir dəfə çıxdıq proverkiyə, yoxlayınışa. Hər axşam çıxırlar zona ortasına yoxlanışa da kartının adını oxuyurlar. Bu elə bir ki, qalıb barakda. Haman oğlan. Azərbaycanlı. Qalıb barakda. Götürər apşikovoy tumbaçka hər otaqda bir dənə belə bir şkaf durur. Orada apşak sigaret, apşak çay içində olur da onun içində. Bu günlər ora əl atar, oradan çay götürər, sigaret götürər.
Ay yox, icazəsiz. Ora baxan, baraka baxan baxır. O apşaqdır. O yığılır ki, masal üçün yanına cavablar. Mən bir paçka çay, masal üçün 5 paçka sigaret deyirəm bu apşaka. Ora hamısı yığılır. O da gedir uje zona kimi baxır. Ayın axırında aparırlar ona hamısını verirlər. O da uje masal karfırazada, izolyatora göndərən kimə lazımdır ona paylayır da belə. Bu gözəl oradan oğruyar. Bir yalan demasa yadında der bir 10 paçka qoy sigaret olsun. 2 krujka çay. Dəmir krujkalar var, qəşəng yığdı, qəşəng cibinə döydü. Biz də gəlanda oradan yoxlayışdan gəlanda bizim otağına bizim o seksiya var, otağa deyirlər da. Biz orada yaşayanlar bir 40 nəfər var idi. Ora baxan bir dənə qoca kişi idi, Belçik. Raqabı Belçik idi. Belkadır da, Belka. O girən kimi onun nə qədər neçə il srok yatıb. O hər şey görür, hər şey belə. O girən kimi naxadı bildi ki, ora kimsə girib. Belə qapı düz bağlanmayıblar da. O naxadı bildi, dedi ki, bura kimsə gəldi, girdi. Açdı, deyir ki, görsünüz, yoxdur. Çatmır. O biçim başlayıb axtarmaya zada, axırı çıxırlar buna. Bu deməyə durub orada kimisə yanında başlayır çay damlamaya, kimisə o qaşət eləməyə, sigaret bunda, naxadı bunda sigaret var. İndi hardan gəldi, kim sənə verdi? Sən yanına gəlan yox, bir şey yox, sən borçlusan. Sən kim qret elədi, de görək. O üçün bunu sıxırlar, bu deyib, mən götmüşəm oradan. Boynunu alır. Boynunu alır. Şurada belə bir 20 metr otaqdır. İndi o deyir ki, çıqan, mənə deyir. Bunu aparat işiyə. Tulla işiyə də barakdan bunu tulla işiyə. Tulla işə demək o nə deməkdir? O deməkdir, qardaş, bu indi durur bu başdan, ger çıxsın. Hər belə paraxod var, bu 2 koyka belə durub, 4 nəfər burada yaşayır, 4 nəfər burada belə gedir də, koridor belə. Bu gedəndə hər adamlar buradan, buna təpi vururlar. Belə gedir, buna təpi, yumruq, da bunu belə gedir, bu da yavaş gedir, mənə da düzün sözün deysə, ürəyim ağrıdır da, bu, nə bileyim, ham millətdir, ürəyim ağrıdır, ancaq mən deyə bilmərəm ki, daymayın, bu konkret aşıbqa buraxır, bu qırıqsalıq eləyib. Mən bilsən, görüm da bu çatması, çıxışa çatmaz, bunu heç meyit eləyərləri, təpi izatırlar. Mən bunu dalından belə tutdum, bulağına dedim ki, Rusça dedim, onda Azərbaycan zaman danışamırdım. Bilgi deyirəm, çok iyi görüş medlina, itələdim bunu da. Bu da başa düşdü ki, da gücü zat yığdı, çıxışa tullandı. Tullandı, baraktan çıxanda abxod gəlir, polislar gəlir. Elə bu qaçdı polisları üstünə. Меня закройте, bağlayın da məni klas eləyin da. Bunu aparıblar, bağlıblar kameraya. Bu elə bir ki, 1 il ya 2 il, mən o zondan getdim, bu qaldı orada. Kamerada içində. Fuflamyot kimi qaldı, krısa kimi qaldı. Həyatı polnisiyindi, qardaşın yanına gəlmədi. Bizim Azərbaycan uşaqlar bunu bir krujkadan çay içmezlər. Ya qəşəng bir yaxşı kişiləri içində bu çay içmez. Orada zonda indi işdə başqa şeydir. İşdə kim bunu maraqlanar, bu nəsə aşıbqa vardı zondaya yox. Əgər bu spokojni yaşayış yaşasa, spokojni həyat yaşasa. Belə bir çox çətinliklər belə olub da, çox belə hadisalar olub. Mən bu söhbətlər ona görə eləyirəm. Bu cavanlar var, deyirlər, auye, jit varam. Düzdür, indi işidiblər, nəyisə deyirlər, bəlkə belə bir nəyisə yaxşılıq deyirlər, yox. Ondan uzaq olsunlar. Mən bu ona görə deyirəm ki, bu yaşayışı içində çox problemi var. Çox belə problemi var, çox belə məsuliyyəti var. O məsuliyyəti belə cavanlar üçün deyir, başa düşürsən.
Bunlar bugün AOY deyir, belə bir şey deyir, cinayət nəysə biraz elədi. Yaşadığı 2 ildən sonra peşman oldu. Sonra deyir ki, bas eləməyədim cala. Cala AOY qışqıramayədim, nakolka vuramayədim. Mən 7 il otmuşam, 3 ay. Bir dənə nakolka mənim badanda yoxdur. Bir dənə nakolka, mən utanıram o şeydən. Hardasa gedim belə bir sən, belə dağlarda burada belə nakolka göy olsun. Burada ulduzları vurayım. Yox, o fəxr deyil. Mən sənə deyim, mənə bir dənə podderşka qabağına çıxıb bir dənə taksik oğlan maqa. O olmasaydı, mən çoxdan bəlkə öyləydim. O mənə çox kömək eləyib. Çox mənə problemdən ran qutarıb. Çox mənə kömək eləyib. Bir dəfə Moykada mən işləyəndə servisdə mən maşın polirovat edirəm, yaxşı polirovka edirəm, maşınları qəşəng düzəldirəm. Dəmir işi görə bilirəm də, mən vırlandazada düzəldirəm də maşınları. Bir dənə maşını düz iş görmədim. Belə də xarab işi gördüm də. Nətər dildən deyirlər. Mən belə çətin biraz danışıram, amma başa düşən olmayacaq da. İndi nə qədər çalışıram ki, başa düşsünlər. Mənə gəlib gecə aparıblar Moykada. İşdən də, servisdən gecə ilə aparıblar gəlib. O, həman yerdən gecə ilə aparıblar. Aparıblar. O maşının yanına deyiblər, bunun qiyməti filan qədədir. Bizim də səhə gəlməyə yanına filan qədədir. Onu sən verməlisən. O ən birinci mən ona zayıvırdım. Ən birinci ona müraciət eləndə birinci məhkəmə elədi. Bu birinci işdə məhkəmə elədi. Ona zəng elədim. Gəldi mənə qurtardı oradan. Tacik mənə qurtardı oradan. Ondan sonra pastayanı mənə gəlirdi, aparırdı yeməyə azada. Mənə məsəl üçün özün yemək yedi, mənə də aparırdı. Gəcdə yeməyə yaxzad. Mənə çox kömək eləyirdi. Ancaq o belə işlərə baxırdı. Çox belə boğatma oğlan idi. Söz deyən oğlan idi. Oğurlarlığı içində girirdi, söhbəti içində baxırdı ki, o marağı yoxdur, durub gedirdi. O heç bir maddə qoymurdu. Deyir ki, mənim burada marağı yoxdur. Borçları yığır, kimsə borçludur, vermir, yubadır, bu gedir ancaq bu işlərə baxır. Onun qardaşı bizim Novosibirskdə şəhərə baxan Zontik Yura var idi. Onu indi Novosibirskdə olan tanıyarlar. Yura Zontik. Bu mağanın amioğlusu onun yanındaydı, köməkçi idi. O konkret apşaka baxırdı. Biz onun azadına yığılırıq, sigaret, çay, konfet, belə də. Konkret ona gətirdilər, verirdilər, o aparırdı, verirdi ona da, şəhərə baxana verirdi. Şəhərə baxanda orada göndərirdiler ora. Onların işlərində, özün bilirsən də, indi mən bunların içindəydim. Həmişə bu mağazada da mən onun yanındaydım, bu söhbətlərdəydim, hamısını tanıyırdım. İndi Zontiki mən özünü tanımırdım. Ancaq bu amioğlusu həmişə mənlə salam, belə yemək bir yerdə yedik, danışırdıq, bütün işləri mənim yanındaydı. Bir dəfə oturub yemək yanında, manga oturuldu, amioğlusu oturuldu, bu şəhərə baxandan bir şərik iş görəndə, indi onun köməkçidir, sayılır belə də, apşaka baxırdı. O oturmuşdu, bir nəfər də bir dənə taqjik oturmuşdu, ancaq taqjiklar idi. Ona da qəşəng palajeniya, şəhərdə qəşəng palajeniya tutmuşlar da, avtoritetlər da. Avval görürsən ki, bizim Azərbaycana uşaqlar şəhəri saxlayırlar, indi onlar saxlayırlar. İndi onun amioğlusu deyildi ki, sənin üçün bir dənə təklif var. Mən oturub yemək yeyirəm, indi gəlmişik, mən gəlib mənə işdən aparıb, oturub, onlar abed edirlər, mən də onlarını verirəm. Sənin üçün bir dənə işim var, təklif var. Mən belə Magiyə baxdım, Magi mənə heç də demir də, gözlərini mənə heç də göstərmir. Deyirəm ki, buyurdu. Deyir ki, bizim bir dostumuz var, tutulub, Çilintano. O da bir sən, bilmirəm, indi kim işidar eşitmez, Novosibirskdə, onu Qresiyada tutublar, killer idi. Killer, zakaznoy killerdi da. Qaçıb Qresiyaya, Qresiyadan onu tutublar, gətiriblər, bastırıblar, türmadaydı Novosibirskdə. Tutublar, istəyirsən onu yerinə öyrədəysən, onu yerində işləyəsən. O mənə deyir.
yaxşı pulu var, hasat işi də verəcək. Ha, indi bir iki iş var, çox belə hasat işdir. Ha, bir daha alverişi var, pulu vermir. Hayatta akşam yanında elə stayankada gəlib bunu vurasan, vassalam. Da şeydə, o evacadan da, sən də bir köynə maşınla keçəndə bir dəfə cəmiyə ayaqdan ya hardan vurursan vur, ölməsindən cəx. Vassalam. Çıqca da dayanmadan filan qədər pul say verəcək. Başa düşürsən, mənə təklif eləyir. Ha, düzün deysə, məndə maraq oldu. Maraq oldu. Düzün desə, mən yalan danışmayacağım. Ancaq mənim bu söhbətləri içində qərarı Maqa həmişə verirdi. İndi Maqa onun yanında deyəmir də, məsəl üçün, onun yanında deyə bilmir belə açıq. Ay, yox, lazım deyil. Bunun ailəsi var, bunun uşağı var, bu indi. Demədim. Onu demədi. Ancaq mən ona baxdım, o gözlərine göstərdi, yox. Qatı yox, ha, bu işə qatı girmə. Mən başa düşdüm də, belə bir çıqqılı движениyanı elədi, onlar heç tutmayıblar da. Deyirəm ki, yox, mənim ki nədir, mənim ki budur, maşınları da düzaldıram. Mənə bas edir. Belə deyirəm ki, bir tane azad belə vurmaq, killer yox, killer çox ağır söhbətdir deyirəm. O deyir, yox, bu çilintanı qaşay qazanır, bəlkə biz onu çıxadarıq. İndi pajiznik yerində oturub, türmədə. Birinci etaj, bizdə Sizoda, Novosibirskdə birinci etaj pajizniklə otururlar da, o bütün, nə deyirlər onu, axıra qədər da ya, pajizniklə nə deyirlər onu sizinci, Azərbaycanda, ömürlük. Ha, onu ora salıblar, ancaq məhkəmə hala olmuyor. Ancaq orada oturub, orada deyir, bu svəcdadır bizim nazar, indi çalışarıq onu çıxartmaya. İndi o hala yoxdur, çıxartmadıq. Belə xırda işləri istəyirsən sən gör də, bir iki dənə belə təklif var. Həm öyrənərsən, həm görərsən. Qəşəng pulu var. Ona nə var? Mənə tutarlar, mən gəlib vuracam, mənə tutarlar, məni orada öldürərlər. Ona nə var? Ona planı bu iş kimsə görsün. Öyle heç fikir açmır. Bunun ailəsi var. Bu bəlkə indi nəysə belə də yanı belə interes, maraq var bunda. Ancaq bu fikir açmır. Bu müsəlmandır, bunu bu yola mən niyə dartıram? Maqa mənə qoymadı, Maqa mənə xilas elədi. İndi Maqa o stolda olmasaydı, mənim qabağında oturmayaydı, mən bəlkə razılıq eləyərdim. Bizim mərkəzdə narkomaniya, alkoqolizm, qumar asıllığı və digər asıllıqdan müalicə almaq olar. 30 ildir istifadəm olub, 3 il, 3 aydır ayıqam. 17 il ağır narkotik istifadəm olub, 3 ildir ki, ayıq həyat yaşayıram. Özüm də Azad Həyat Reabilitasiya Mərkəzində müalicə olmuşam. Gördüyünüz nəticəmi 100%-dir. Əgər sizin də ətrafınızda, qohumunuzda, yaxınınızda asılılıqdan əziyyət çəkən varsa, buyurun bizə müraciət edə bilərsiniz.